Əsbəx İbn-i Nübatə bir dayanmışdıq qapının ağzında. Evdən ağlamaq səsi gəlirdi, biz də ağlayırdıq. İmam Həsən çıxdı, dedi, xahiş edirəm, ağa deyir, dağılışın evimizə, qalmayın burada. Dayandım, birdən gördüm, yenə ağlamaq səsi gəlir, mən də ucadan ağladım. İmam Həsən çıxdı, dedi, Əsbəx, dedim, axı gedin, dedi, ağa, ayağım getmir, qurban olum, izin istəyim, mən axırıncı dəfə Mövlamı görüm. Deyir, getdi, icazə istədi, məhrəm idi də Əsbəx, xüsusi səhabə idi. Dedi, gəlsin. O xüsusidir, o məhrəmdir, gəlsin. Girdim, nə mənzərə gördüm. Gördüm, ay Allah, sarı dəsmalla alnını bağlayıblar. Dəsmalın rəngi ilə üzünün rəngi seçilmir. Bir-birindən ayrılmır. Bir özümdən asılı olmadı. Dizim büküldü, düşdüm yerə, ayaqlarından öpdüm, ağladım. Dedim, atam, anam sənə qurban olsun. Kəş ölərdim, bugünü görməzdim. Gör nə qədər təvazökardır. Baxdı, dedi, Əsbəx, ağlama, and olsun, Allaha cənnətə gedirəm.